Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə qədim mətbəximizə aid milli şirniyyatımız şəkər çörəyi hazırlayırıq. Orucluqdur, bunu hazırlayıb o başdanlıq iftar süfrənizə qoya bilərsiniz. Həm də qarşıdan bayram gəlir, bayram süfrəniz üçün də pişirə bilərsiniz. Əgər maraqlıdırsa bizimlə qalın. Bizə lazım olan ərzaqlar 1 kilo 300 un, unu ən aşağı özlüyü olan undan istifadə olunur. 250 qram ərinməmiş kərə yağı, yarım kilo ərinmiş kərə yağı, 250 qram şəkər pudrası, 250 qram şəkər tozu, 1 ədəd yumurta, 1 dolu xörək qaşığı su, adi su, 1-2 çimdik duz, 2 bağlama şəkərli vanil, 2 bağlama qabartma tozu. Birinci ərinmiş kərə yağı ilə şəkər tozunu qarışdırıb mikserlə çalırıq. Yağ soyuq olmalıdır. Biz onu o qədər çaldıq ki, həcmi artdı, ağardı, krem halına gəldi. İndi içərisinə əriməmiş kərə yağını əlavə edirik. Şəkər pudrasını əlavə edirik və yenə də çalırıq. Bir qədər də çaldıq. İndi içərisinə duzu, suyu, vanili, yumurtanı və yenə də çalırıq. Bir qədər də çaldıq. İndi ununu əlavə edəcəyik. Onun üzərinə qabartma tozunu əriyirik. Və əvvəlcə biraz üzərinə un əliyib qarışdırırıq. Yeri dardır. Şimdi onu daha geniş bir tasın içine dökəcəyik. Bir qədər qarışdırdıq. Yenə də əliyirik onu. Bir qədər mikserlə çaldıq və artıq mikseri çıxarırıq. Və geniş bir ləyənin içərisinə boşaldırıq. Və yerdə qalan unu da xırda-xırda əliyib şəkər çörəyimizin xəmirini yoğururuq.
ərzaqları qatıb qarışdırdıq və nəticədə belə bir xəmir alınır, ovuntulu xəmir. Ondan təxminən 75 qramlıq kündələr ayırırıq. Dəqiq olması üçün ölçürük. Təxminən 75 qram. Belə bir balaca küftə şəklində. Onu konusvari forma veririk və yığırıq. Bu şəkildə davam edirik. Hamısını düzəltdik. 36 dənə şəkər çörəyimiz alındı. 75 qramlıq kündələrdir, amma birisi biraz balaca oldu. İndi onu sobanın üstünə düzürük. Amma çox bir-birinə yaxın düzmürük. Çünki pişən zaman biraz da yastılanacaqlar. İndi bir ədəd yumurtanın sarısını çalırıq. Və fırça ilə bu şəkildə üzərinə çəkirik. %80 dərəcə sobada 25-30 dəqiqəyə pişirir. Şəkər çörəklərimizin bir hissəsini pişirdik. Gördüyünüz kimi bu şəkildə olur. Üzəri ağdır və cadarlıdır. Cadar yəni ki, çatlar var üzərində. Yəni belə də olmalıdır. Burada kitabda onun nə şəkildə, formasının necə olmalıdır, rəngi necə olmalıdır, hamısı var. Yəni standartlara uyğun necə olmalıdır. Dondurub oxuya bilərsiniz. İndi kəsib içərisini də sizə göstərmək istəyirik. Yumuşaqdır, içərisi də çox gözəl pişib, ovuntuludur, ağzı da olur, dadlıdır. Bu qədər. Bu da bizim sizinlə paylaşmaq istədiyimiz daha bir şirniyyat resepti idi. Əgər bəyəndinizsə siz də təkrarlayın. İnanırıq ki, sizin də çox xoşunuza gələcək. Əgər bu videonu bəyəndinizsə like etməyi, kanalımıza abunə deyilsənizsə abunə olmağı unutmayın. Siz də hazırlayın, nuş.